Axşamınız xeyir olsun. Yaxşı müdafiə olunmuş bir komandaya qarşı oynuyorduk. Əfsər olsun ki, məğlub olduq. Baxmayaraq bu ilin son oyunuydu. Əksinə qalib gəlmək üçün gəlmişdik bura. Futbolçuların sonraki mübarizə apardılar. Sadəcə futbol həm kiçik səhvlərin üzərində, həm də bəzi kobud səhvlərin üzərində qurulub. Buna görə ani bir diqqətsizlik qapımızda qol gördük. Amma hər bir halda futbolçularıma təşəkkür etmək istəyirəm. Hətta oyundan sonra da elədim ki, bu il çox əziyyət çəkdilər. Xeyli oyuncularımız oldu. Buna baxmayaraq irəliyə baxmalıyıq ki, daha da böyümək üçün. Mən belə yaxşı bu ilki, belə deyək, Avropa Liga oyunları yaxşı böyük bir təcrübə oldu. Ancaq qarşısı düşünərək buna baxmalıyıq. Rəqibi təbrik edirəm. Çox istəkli idilər, qalib gəldilər. Bu qədər. Ümumiyyətlə müdafiəni həmişə öndə qurmaq istəyirik, daha çox. Bugün də öz prinsiplərimizdən əl çəkmədik. Mən daha çox, yəqin özünüzdə gördünüz ki, hücuma daha çox diqqət ayırırdıq. Sadəcə dediyim kimi 10 nəfərlə çox yaxşı müdafiə olan bir kollektiv vardı qarşımızda. Amma buna baxmayaraq bir neçə epizodda bizi əksində tutdular. Amma ümumən belə bizə qalib gəlmək lazım idi. Ona görə bütün diqqətimizi hücumda qurmuşduq.